rənglə işarələndiyi nəsil şəcərəsi. Mən yenə bilməliyəm ki, daltonizm X, belə deyim də, D. Balaca D daltonikdir. Düzdür? Böyük D nədir? Sağlamdır. Bax, bunu əvvəlcədən yazırsınız, qoyursunuz qabağınıza ki, bu nəsil şəcərəsini quranda... Daltonizm xəstəliyi X-la keçir də. Bəli, X xromosomu ilə keçən resessiv gendir. Deməli, mən qayıdıram məsələyə. Deyir ki, daltoniklər tünd rənglə göstərilibdir. Avtomatik mən bunu yazıram. X kiçikdir Y. Razısınız? Daltonikdir, tünd rənglə göstərilibdir. Zaten kişidirsə X, Y yazmalıyam və zaten X-in üzərində keçir bu əlamət. Ona görə belə yazıram. Ona görə bunu da düşünmədən X kiçikdir Y yazıram. Bunu nə yazıram? Bunu da düşünmədən... Orada X kiçikdir. Ay, sağ ol. Avtomatik belə yazıram. Düzdür? Xəstə qızı mən yazmaq üçün mən belə yazmalıyam. Başqa çarəm yoxdur. Düzdürmü? İndi neyniyək? Qayıdaq, bax bura. Qayıdaq yuxarı. Bunun uşaqları, bax, buranı da yaza bilərəm avtomatik. Buranı da avtomatik yaza bilərik. X böyükdür, Y-dir, sağlamdır. Buranı da avtomatik yaza bilərəm. X böyükdür, Y-dir, sağlamdır. Buranı da avtomatik yaza bilərəm. X böyükdür, Y-dir. Razısınız? Kişi ya xəstə olmalı, ya sağlam olmalıdır. Xəstəsi budur, sağlamı da budur. Bəli, daşıyıcısı yoxdur. Sağlamı budur, xəstəsi də budur. Belə gözü yumulu yazıram, tez yazıram ki, geçsin. Düzdür? Aha. İndi buranı təyin edə bilərsiniz. Bax buranı. Bax bu uşağı. Təyin edə bilərik. Zaten bura məlumdur. Buradan X böyükdür, X kiçikdir. Bəli. Ya da X kiçikdir, Y-imiz dünyaya gələcək bu nicahdan. Düzdür? Bax bu nicahdan bu əmələ gələcək. Buranı təyin elədik. İndi baxaq. İstəyirsiniz ya suallar əsasında. Bir doğru qaydım dəqiqət ya. X böyükdür, kiçikdir, X. Kiçikdir. Doğru. Aha. Yaxşı. İndi qayıdaq, baxın bura müəllimlər. Burada biraz qarma-qarşı fikir verin. Baba, bunun genotipini təyin eləmək istəyirik. Bunun da uşaqları bax budur. Uşaqları budur. Burası bunun avtomatik belədir. Bunun burası avtomatik belədir. Amma burası dəqiq nədir? Onu təyin eləmək lazımdır. Yeni uşaqlara baxaq. Kiçikdir. X kiçikdir. Hardan bildim? Bax buradan. Çünki xəstəsi var, xəstə oğlan var. Elə bura görə də təyin edə bilərsiniz. Buna görə də təyin edə bilərsiniz. Bəli. Avtomatik bunun burası X kiçikdir. Ki X kiçikdir. Qız uşağı da dünyaya gəlsin. X kiçikdir, Y oğlan uşağı da dünyaya gəlsin. Oğlan da gəlsin. Düzdür. İndi istəyirsiniz suallar əsasında biz gedişata baxaq. Suallar əsasında. Görək bizə nəyi istəyir. Deyir ki, A ailəsində doğulacaq qızlar, gəlin baxaq. A ailəsi buradır. Bunun burası avtomatik X böyükdür. Düzdür? Çünki sağlamdır. Razısınız da? Prosta burasını bilmirəm hələ ki. Sağlamdır, amma bilmirəm. Çünki mənim uşaqlar da verməyibdir. Onda mülahizəyə baxıram. Deyir ki, A ailəsində doğulacaq qızlar daltonik ola bilər. Hə, yoxsa yox? Dəqiq bilinmir müəllimə. Çünki o 2 dənə böyük deyə daşıya bilər qadın orada. Ona görə o dəqiqliklə olmaya bilər. Doğula bilər deyir də. Bilər. Demir ki, doğulacaq. Sağlamdır. Yox, biz bu fenotipcə sağlamdır. Biz bu fikri doğru götürə bilərik. Götürə bilmərik. Əgər X burada kiçikdir olsaydı, bəli. Daşıyıcı olsaydı, bəli. Daltonik qız doğula bilməyəcəkdimi? Doğulacaqdı da. X ilə gəlib birləşib dünyaya gələcəkdi.
Hə, bu sual işarəsinin yerində soruşursan. Bəli, də baba deyir ki, A ailəsində doğulacaq uşaq xəstə qız uşağı doğula bilər. Bilər də əgər bunun burası bəli, kiçik də Bəli. olsa doğulacaq. Yox, böyük də olsa doğulmayacaq. Olmayacaq. Razısınız? Razıyıq. Bəli, bəli. Yəni Leyla doğulacaq demir, doğula bilər deyir. Ehtimal eləyir, bəli, ehtimal. Daşıyıcı olsa, bəli müəlliməm, Bəli. daşıyıcı olsa. Aha, indi baxaq. İkinci şeyə baxaq. Deyir ki, 3 nömrəli fərd budur. Bunun da burası dəqiq məlumdur, düzdür? X böyük dedi. Düzdürmü? X böyük dedi. Deyir ki, 3 nömrəli fərdin anası, 3 nömrəli fərdin anası kimdir? Qayıdıram, deyə budur. 3 nömrəli fərdin anası bu genin daşıyıcısıdır. Daşıyıcıdırmı? Daşıyıcıdırmı? Daşıyıcıdır. Deyir 3 nömrəli fərdin anası bu genin daşıyıcısıdır. Bəli, daşıyıcıdır. Deyir kiçikdir. Deməli, ikinci fikir də doğrudur. Razısınızmı? Aha. Bəli. İndi keçir, deyir D ailəsi, hanı bizim D ailəmiz? Bu da budur. D ailəsində doğulacaq bütün uşaqlar daltonik olacaq. Bəli müəlliməm. Yox, Yox, bax, sağlamın da biri var. sağlamda, oğlanı sağlamda. Yox, Hə, sağlam. daltonik. Aha, bəli. Daltonik olmayacaq. Sağlam da olacaq. Xəstə də olacaq. Deməli, üçüncü fikir doğru deyil. Düzdürmü? Keçək 4-ə. Deyir, B ailəsi, bax bunu da burasını dəqiq təyin eləyəcəyik. XD. Düzdür? Burasını bilmirəm. Çünki sağlamdır. Deyir ki, B ailəsində uşaqlar sağlam doğula bilər. Niyə də yox? Əgər X böyükdür, ən azından gəlib birləşsə, başa burada doğulacaq. Uşaqlar hamısı elə sağlam olacaq. Heç bu daşıyıcı da olsa, yox, xəstə oğlan olacaq. Yox. Amma nədir? Sağlam uşaq doğula bilərmi? Doğula bilər. Çünki burası zaten sağlamdır. Burası daşıyıcı olsa belə, X böyük deyilən, X böyük də birləşib sağlam övlad dünyaya gələcək. Doğrudurmu? Doğrudur. Deməli, 4-cü fikir də doğruydu. 5 nə deyir? 4 nömrəli fərd, hanı 4 nömrəli fərd? Budur. 4 nömrəli fərdin doğulacaq oğlanlarındakı xəstəlik geni yalnız babalarından deyir. Yalnız babalarından aldığı, babalarından analarına gələn gendir. Sözə baxın. Düz deyil də. Yox, Düz deyil də, niyə babadan. düz deyir ki? Təkcə babadadır ki, axı nənəsindən də gəlibdir. Yox. Nənəsi də daşıyıcıdır. Nənəsi də daşıyıcıdır. Bəli, qara yolu o gen axı nənəsindən də gəlibdi o gen. Nənəsindən də gələ bilərdi. Düzdürmü? Ona görə biz bu fikri doğru götürə bilmərik. 1, 2, 4 doğru fikirdir deyə